Salam hər kəs. Bugün bizim mövzumuz təzyiqdən əziyyət çəkən şəxslər üçündür. İlk öncə sizə belə bir sual vermək istəyirəm ki, biz düşünürük ki, ömrümüzün axırına kimi təzyiq dərmanı istifadə etməliyik. Amma çox yanlış düşünürük. Çünki heç bir dərman ömrün axırına kimi istifadə edilməməlidir. Bəzən biz o qədər dərmanlar, preparatlar qəbul edirik ki, bizim mədəmizə hər hansı bir xəstəliklər ortaya çıxır. Təbii ki, bugünkü mövzumuz sırf mədədən deyil. İnşallah növbəti videolarımız mədə ilə bağlı danışacağam. Amma bugünkü mövzumuz, ilk mövzumuz təzyiqdən əziyyət çəkən şəxslərimizdir. Təzyiq Azərbaycan statistikasına baxanda təzyiq ən çox yayılan xəstəliklərdən biridir. Son 2-3 il ilə baxanda təzyiq çox geniş yayılır. Təzyiqin yayılma səbəbləri çoxdur, müxtəlif yollarla bunlar təzyiq tutulur. Məsələn, ən əsas yaranma səbəbi qan damar sisteminin toplaşması nəticəsində baş verir. Yaxşı, biz təzyiqdən əziyyət çəkən nə edirik? Gedirik, dərman istifadə edirik. Aptekdən təzyiq dərmanı istifadə edirik, içirik. Təbii ki, bu təzyiq dərmanı bir müddətli bizim təzyiqimizi stabilə salır. Amma bir müddətdən sonra bizim təzyiqimiz yenə qayıdır. O qədər təzyiq dərmanı istifadə edirik ki, həmin o təzyiq dərmanı bizim təzyiqimizə təsir eləmir. Yaxşı, biz nə edə bilərik bugün? Bugün mən sizə Tibet proqramına aid olaraq yalnız bir məhsul məsləhət görəcəm. 6 növ yaşıl çayın birləşməsinin hazırlanmış anti-lipid çay. Adından eşitdiyimiz kimi lipidləri təmizləyir, qan damar sistemi yaxşılaşdırır, təzyiqə çox əla nəticə göstərir. Mən deməyəcəm, burada təzyiqə son verir, xeyr. Təzyiqi stabildə saxlayır. Təzyiqi bədənini yarada biləcək fəsadların qarşısın. Mən deyəcəm ki, təzyiq dərmanı atmalı son deyəcəm. Təzyiqə yox, təzyiq dərmanı atmalı son deyəcəm. Sən əgər təzyiq dərmanı atmalı son demək istəyirsənsə, təzyiq problemin varsa və təzyiqdən əziyyət çəkirsənsə, elə indi bu dəqiqə profilimdə eləyərək, orada əlaqə nömrələrim var və yaxud da ki, digər sosial platformaların linkləri var. YouTube olsun, Telegram olsun, Instagram olsun, TikTok olsun, fərqləmir. Bunların orada linkləri var. Daxil olub abunə ola bilərsiniz. Ən azından WhatsApp-ım var. Orada bir şəxsən mənə şəxsdə yaza bilərsiniz ki, və sizin bu təzyiqdən əziyyət çəkən videomuza görə danışın. Bu lipid çayı heç bir apteklərə satılmır. Niyə satılmır? Sual verə bilərsiniz. Təbii ki, gəlin sizin sualınıza mən cavab verim. Bu Tibet proqramıdır. Tibet məhsuludur. Tərkibində heç bir kimyəvi ximikət qarşı yoxdur. Əks təsiri yoxdur, asılı yaratmır.